Amma Ukraynanın da istilik sistemlərində böyük itkiləri var. Ukrayna qışa indidən hazırlaşmalıdır, amma orada elə böyük dağıntılar var ki, onları Ukrayna öz başına bərpa etməsi də mümkün deyil. Nə olacaq o insanların axırı? Qışda istiliksiz qalan ev, yuxarı dərəcəli bir şaxtalarda məcbur olub evlərini tərk edəcəklər. Tərk edilən ərazini də əskərin qoruması çətinləşir. Yəni, əskər mülki əhali evində olanda daha ürəklə savaşır ki, arxamı xalqıma söykəmişəm. Onu görməyəndə, əhalini görməyəndə əskərin də vəziyyəti çətinləşir. Mənəvi, psixoloji cəhətdən baskı altında qalır. Bu hamı niyə getdi birdən-birə? Amma Avropa bu məsələləri nəzərə almalıdır. Yardım paketləri də ayrılır, amma onların real Ukraynaya verilməsi, uzun-uzun müzakirələr, səs vermələr, 29 ölkənin hər biri ilə razılaşdırmalar, əsas problem əvvəl Macarıstanla bağlı idi. İndi o problem də aradan qalxıb. Yəni, burada mən gördüyüm odur ki, Trumpın mövqeyi daha vacibdir. Trump Ukraynaya yardımları bərpa etsə, digər ölkələr də bu prosesə qoşulacaqlar. Amma belə uzun-uzun müzakirələr, amma önümüzdə də həm qış var, həm Ukraynanın tələbatı var, şəhərin paytaxtı və vilayətin mərkəzi şəhərlərini qorumaq lazımdır. Bunlardan ötürü nə vaxt veriləcək, necə veriləcək, dronlardan mühafizəni Ukrayna öz hesabına təmin edə bilir. Amma Ukrayna ərazisinə gələn tək dron deyil ki, orada kalibr raketi var, orada Kinjal var, orada Areşnik var və s. və axır, İskəndərlər var, X-101-lər var. Düzdür, onları əvvəlki intensivlikdə istifadəsini görmürük. Orada istehsal templərinin aşağı olması ilə bağlıdır. Yəni, Rusiya anbarların tam boşaltmaq istəmir, fürsət ehtiyatları. Ədalət bəy, orada bir məsələ də var. Siz qeyd etdiniz ki, Trumpın mövqeyindən çox şey asılıdır. Amma Avropa ölkələri də artıq Rusiya təhlükəsini hiss edir. Durmadan Almaniyanın və digər Şərqi Avropa dövlətlərinin də, başqa ölkələrin də çağırışlarını biz eşidirik ki, 2028-ci ildə Rusiya buranı vuracaq, 2029-cu ildə Rusiya bizim üzərimizə hücum edəcək, biz indən güclənməliyik, orduya dəstəyi artırmalıyıq, ordumuzu inkişaf etdirməliyik. Rusiya da yəni bunu gizlətmədən müəyyən hərəkətlərlə də göstərir. Baltikyanı dövlətlərin ərazilərinə müdaxilələr və digər başqa Avropa ölkələrinə, NATO ölkələrinin hava məkanının pozulması, Polşası pozulur, Rumuniyası pozulur, Baltikyanı dövlətlər bəllidir. Yəni bu təhdidləri edirsə, digər dövlətlər də ən azı buna uyğun olaraq daha sərt mesajlar səsləndirir. Hətta Litvanın bir çox dövlət rəsmilərindən açıqlamalar gəlir ki, biz artıq Kaliningradla bağlı düşünməliyik, o bölgəni işğaldan azad etməliyik, işğal kimi görürlər, yəni ərazini Rusiyanın əlindən almalıyıq və s. Yəni bu kimi sözlər də artıq deyilməyə başlandı və bunu deyən Avropa sizcə bununla bərabər Ukrayna dəstəyi də bir artırmalı deyilmi və ya ümumiyyətlə özü mü tək başına düşünəcək, necə edəcək yəni bu prosesləri, hansı şəkildə Rusiyanın qarşısında dayana bilər? Daha əvvəl dediyim o tükendirmə məsələsi burada sizin verdiyiniz sualın kontekstində bir daha gündəmə gəlir. Yəni tərəflər bir-birini kifayət qədər tükendiriblər. Nə Rusiya əvvəlki qədər raket ata bilmir. Dron demirəm, dron başqa, dron ucuzdur, onun istehsalı da asandır. Və ona dəyəri də yəni kifayət qədər ucuz olduğuna görə kütləvi şəkildə həm istehsal oluna, həm də istifadə edilə bilir. Amma raketlərdə belə deyil, havacından müdafiə sistemində belə deyil, aviasiya vasitələrində belə deyil, qanadlı raketlər həmçinin və s. İndi Ukraynanın Rusiya ilə təbii ki resursları eyni deyil, amma dirəniş baxımından Ukrayna Rusiya ordusuna son aylarda bir master class keçir bu öz yerində. İndi Rusiya ordusunda fərariliyin miqyasına baxanda orada bilirsiniz içkiyə meyillilik də çoxdur. Demək olar ki hədəf olan və yaxud da əsir götürülən Rus əskərlərinin əksəriyyəti görünüşündən ya sərxoş olur, ya bilmirəm, bəlkə də narkotik də var orada. Çünki
anormal bir vəziyyətdə olan hərbiçilərə rast gəldik. Yəni anlaqsız bir vəziyyətdə olan. Yəni drondan yayına biləcəyi halda anlaya bilmir ki, nə baş verir. İndi bizim bu Ukrayna məsələsində yanaşmamız belə olacaq. Rusiya Ukrayna qarşısında qalib gəlmək şansı yoxdur. Amma Avropada 10 ildən çoxdur ki, Ukrayna Krımı işğal eləyəndən sonra onlarda başladı bu Avropa Silahlı Qüvvələrinin yaradılması haqqında tezislər ortaya qoydular, təkliflər verdilər. Baxın, 2014-dən bura 12 il keçib, amma ortada heç nə yoxdur. Çünki bu ortaq silahlı qüvvələr yaratmaq elə də asan bir məsələ deyil. Bu həm böyük vəsaitlər tələb edir, həm də ordunun böyük bir tərkibli hissə və bölmələrini, bəlkə də birliklərini həmin silahlı qüvvələrin ortaq hovuzuna təqdim etməli olursan. Yəni kimin əlində nə varsa, imkanların tutaq ki, müəyyən faizin ayırmalıdır. NATO'da bu 2% idi, indi qaldırdılar 5%. 5%-i də çox ödəyə bilmir. İndi belə olan halda da təzədən yeni bir silahlı qüvvələr yaratmaq Avropanın imkanları xaricində. Əgər bu asan bir şey olsaydı, 12 ildə bunu eləyərdilər. Zaten Krım işğal olunandan sonra dünya anlayırdı ki, Rusiya artıq gəlib Qara dənizə çıxıb, Qara dəniz ətrafı da əksəriyyəti NATO ölkələridir. İndi ondan əvvəl də Gürcüstan senarisi var idi. Yəni Rusiyanın hazırlıqları göz qarşısında oldu. Amma Ukrayna təhlükəsizliyi o qədər ikinci plana atmışdılar ki, indi belə özlərini hələ də tam bərpa eləyə bilmirlər. Söhbət nədən gedir? İkinci Dünya müharibəsi bitdi, bu Avropa İttifaqı yarandı, NATO yarandı, bunlar arxayınladılar. Hətta nüvə silahı olan Avropa ölkələri, məsələn, Fransanın özü də çox rahatdır. Çox, belə deyək, düşünmədən silahların o Varşava müqaviləsinə əsasən məhdudlaşdırmasına səs verdilər hamısı. İndi o limiti aşa da bilmirlər. Öz ambarlarında olanlardan verdilər Ukraynaya kifayət qədər. İndi o ambarlardakı ehtiyatları, toxunulmaz ehtiyatları bərpa eləyə bilmirlər. Çünki baxmayaraq ki, silaha, sursata, texnika vasitə, hərbi texnika vasitə və avadanlıqlara tələbat artıb, Avropanın istehsal templəri istənilən sayda deyil. Nəyə görə? Daha əvvəl tələbat olduğu qədər istehsal elədilər. Onsuz da çox ölkələrə satmırdılar öz daxillərində. Daxildə ambarlar dolu olduğuna görə o zavodların, fabriklərin sayı da azalmışdı. İndi o istehsal gücünü artırmaq üçün mütəxəssislər də yoxdur. Daha doğrusu var, amma yetərincə deyil. Ona görə də istehsal prosesini də artıra bilmirlər. Yəni boşalan ambarlarını da doldura bilmirlər. NATO ilə ABŞ arasındakı mövcud fikir ayrılıqlarından Rusiya kifayət qədər ağıllı bir şəkildə istifadə edir. Bu nədən ibarətdir? Rusiya daha əvvəl adını çəkdiyiniz Rumıniyadır, Polşadır, Pribaltik ölkələri, yəni Ukrayna ilə birbaşa əlaqədə olan öz ərazilərini Ukraynanın logistik potensialı üçün açıq buraxan, yəni o ölkələrin ərazisindən Ukraynaya həm daşınmalar həyata keçirildi, həm silah-sursat təchizatı. Həmin ölkələrin Rusiya artıq nəbzini yoxlayır. Bir dəfə Polşaya, bir dəfə Rumuniyaya, digər tərəfdə başqa bir ölkə. Məqsəd də nədən ibarətdir? Yəni Rusiya NATO'nun reaksiyasını yoxlayır. Görüm mənə qarşı hansı addım atacaq. Məsələn, Britaniyanın gəmisi vuruldu bugün Rusiya freqatı tərəfindən. Vurulmadı, daha doğrusu ona atəş açıldı. Atəş açıldı və yaxud da vuruldu arasında fərq var. Amma
indiki vəziyyətdə bu fərq minimumdadır. Yəni gözləyirdi ki, görüm ən çox müharibəni dəstəkləyənlərdən biri, Ukraynanı müharibədə dəstəkləyənlərdən biri Britaniya idi. Britaniyanın gəmisinə atəş açılır. Britaniya da deyir ki, burada ciddi bir şey yoxdur. Yəni müharibə olmayacaq, o demək. İndi Rumıniya vuruldu. Rumıniya, NATO növbətçi bir bəyanatdan başqa heç bir fəaliyyət həyata keçirmədilər. Belə olan halda təbii ki, Rusiya yaxın perspektivdə həmin o təzyiq altında saxladığı ölkələrə presingi biraz da artıracaq.